Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizə Evanşem test toplusundan köməkçi nitq hissələrinə aid bir neçə sualın izahını verəcəm. Başlayaq 83-cü sualdan. 83-cü sualda qeyd olunub ki, deməli, nümunədə verilmiş köməkçi nitq hissələrini müəyyən edin. Suda boğulan kimi mən gümana bağlıyam. Qəlbimi vermədim ki, hey ağlayam, ağlayam. Burada birinci misrada suda boğulan kimi biz bilirik ki, kimi köməkçi nitq hissələrindən yalnız qoşma kimi istifadə olunur. Əsas nitq hissələrindən qeyri-müəyyən əvəzlik, köməkçi nitq hissələrindən isə qoşmadır. Mən gümana bağlıyam, qəlbimi vermədim ki, hey ağlayam, ağlayam. Biz bilirik ki, həm bağlayıcı olur, həm ədat olur. Bu nümunədə iki dənə cümləni bağladığına görə burada o olacaq bağlayıcı. Qəlbimi vermədim ki, nə üçün, nə səbəbə cümlənin davamı da gəlməlidir. Ondan biləcəm ki, deməli həmin nümunədəki bağlayıcıdır. Deməli, nümunədə işlənib qoşma və bağlayıcı. Cavabımız oldu A variantı. 84-cü sualda yazılıb ki, nöqtələrin yerinə hansı sözlər yazılsa, fərqləndirilən söz köməkçi nitq hissəsi olar. Bilirik ki, buraların havası çox, biz bilirik ki, çox sözü həm say olur, həm zərf olur, həm ədat olur. Əgər çox sözü ədat kimi işlənibsə, o sifətə bağlı olur. Çox sərindir. Bəli, çox sərin sifətin çoxaltma dərəcəsini yaradır. Həmin nümunədə də çox ədatdır. Çox soyuqdur, həmçinin burada da ədatdır. Çox dəyişib, artıq hərəkətə bağlı olduğuna görə burada zərf olacaq. Deməli 3-ü çıxartdıq. Daha sonra çox soyuyacaq. Burada da eynidir. Soyumaq feildir deyə burada da zərf olacaq. 4-ü də çıxartdıq. Çox istidir. İsti sözü sifət olduğuna görə çox sözü ədat olacaq. Deməli cavabımız 1, 2 və 5-dir. C variantı. Daha sonra 85-ci sualda bağlayıcı işlənməyən cümlə hansıdır? Yerinə uzanmaq istəyirdi ki, qapı döyüldü. Burada da görürsüz 2-dən əvvəlki cümləyə baxaq. Yerinə uzanmaq istəyirdi. Fikir bitib. Deməli bu iki dənə cümləni bağlayıb. Deməli buradakı iki bağlayıcı olacaq. Aydınlaşdırma bağlayıcısı. Daha sonra B-də indi ki bura gəlirsən, əziyyət çək onu da gətir. İndi ki, madam ki, bir halda ki, bunların hər biri bağlayıcıdır. Həmçinin əziyyət çək onu da gətir, onu da, bunu da, filan şeyi də sadalandığına görə olacaq iştirak bağlayıcısı. B-ni də çıxartdıq. Daha sonra C-də kim ki bizə dəstək olacaq, vaxtında gəlsin. 2-dən əvvələ baxıram kim. Kim bircə dənə sözdür. Cümlə deyil ki, ondan biləcəm ki, deməli buradakı ki ədat olacaq. Cavabımız oldu C variantı. D variantında bilirik ki, həm 2-dən sonra vergül gəlib, 2 dənə cümlənin ortasında gəldiyinə görə bağlayıcıdır. Özündən əvvəl fikir bitib, bilirik. Bir söz belə olsa, əsas odur fikir bitsin. D variantında çıxartdıq. Madam ki, indi ki, bir halda ki, bunların hər biri şərt bağlayıcısıdır. Düzgün cavabımız oldu C variantı. Daha sonra 86-cı sual. Başda Heydər Baba tək qarla, qrovla qarışıbsan. Köməkçi nitq hissələrinin təhlilinə aiddir. Deməli yazıb ki, yalnız qoşma işlənib. Baxın, qarla, qrovla, bəli, nəyi ilə? Burada qoşmadır. Amma bizdən doğru fikir istəyir. Burada köməkçi nitq hissələrindən başqa heç bir şey istifadə olunmayıb. Yəni yalnız qoşma. Tək burada qoşmadır, bitişik yazılıb. Heydər Baba tək, Heydər Baba kimi. Qarla, qrovla nəyi ilə? Bu da həmçinin qoşmadır. Bəli, yalnız qoşma istifadə olunub. B variantında bağlayıcı istifadə olunmayıb, ona görə yanlışdır. Qoşma ilə amonim olan söz yoxdur, elə qoşmanın özüdür. Ardıcıl olaraq qoşma bağlayıcı, burada bağlayıcı istifadə olunmayıb. Ədatla amonim olan qoşma işlənməyib, tək söz axı ədatda olur. Məsələn, tək sənə inanıram, tək sənə güvənirəm. Ona görə cavab olur A variantı. Daha sonra 87-ci sualda hansı nümunələrdə fərqləndirilən hissə ədatdır? Deməli, baxın, yadınızda saxlayın ki, burada nümunəyə fikir verməliyik. Məsəl üçün, baxın, 4-cü cümlədə yazılıb ki, sən bunu necə başa saldın? Burada necə sual əvəzliyidir? Bəli, necə həm də ədat ola bilərdi. Necə gözəl qızdır, necə gözəl havadır. Belə nümunə olsaydı orada ədat olardı. Burada sual əvəzliyidir. Ona görə biz 4-ü çıxardırıq. 4 olan variantlar getdi. Sən də vaxtında gəlsənə, burada sözün özü feildir, gəldi, sana sənə əmr ədatıdır. Oxusana, yazsana, ona görə bəli, 3-ü götürdük.
Bu kitabları bizə də gətirsənə, burada sananın altından xətt çəksəydə o düz olardı. Amma gətir, sözün özü feildir. Ona görə ikini götürmək olmaz. Gəlin itirməyək dostları, qardaş. Burada da bəli, gəlin əmr edatıdır. Ona görə cavab olur 1 və 3. Daha sonra 88-ci suala baxaq. Hansı cümlədə qoşmanın olmaması sintaktik təhlildə fərq əmələ gətirməz? Deməli, bu nə deməkdir? Baxın, A variantında yazıb ki, sənin üçün bu kitabları gətirmişik. Kimi üçün? Sənin üçün. Burada üçün sözü qoşmadır. Qoşulub yiyəlik halda olan sözü olub tamamlıq. Daha sonra qardaşım üçün kitab aldı. Kimi üçün? Qardaşım üçün. Burada da həmçinin, yəni qoşmanın olmaması sintaktik təhlildə fərq əmələ gətirməz o deməkdir ki, yəni qoşma burada tutaq ki, olmasa belə o yenə tamamlıq olacaq. Amma elə olmur axı. Qardaşım üçün kitab aldı. Kim üçün? Kim üçün tamamlığın sualıdır. Mən artıq üçünü buradan çıxartsam cümlənin məzmunu dəyişəcək. Deməli bu da getdi. Bu işə Emil qədər heç kəs can yandırmadı. Kim qədər? Emil qədər. Yenə cümlənin məzmunu dəyişir. Səndən sonra aldığımı geri qaytardım. Hə, bax diqqətli olun. Burada fikir verin. D qüssəgəl mənsubiyyət feili sifət şəkilçisidir. Mən burada cümləni təhlil eləyirəm. Deyirəm qaytardım. Nəyi qaytardım? Səndən sonra aldığımı. Bax oldu tamamlıq, düzdür? İndi mən burada sonradan cümlədən çıxardıram. Deyirəm səndən aldığımı geri qaytardım. Sual verirəm, nə etdim, qaytardım, nəyi? Səndən aldığımı. Gördünüz o yenə tamamlıq oldu. Yəni bayaq da tamamlıq idi. Qoşmanı çıxardandan sonra yenə də tamamlıq olaraq qaldı. Deməli həqiqətən də qoşmanın olmamağı sintaktik təhlildə heç bir fərq əmələ gətirmədi. Ona görə cavab olur D variantı. Səndən sonra heç kəs bura gəlməyib. Nə zaman? Səndən sonra. Burada da sonra sözü qoşulub çıxışlı halda olan əvəzliyə cümlə üzvü kimi olub zərflik. Daha sonra 89-cu suala baxaq. 89-da yazıb doğru fikirləri seçin. İlə bağlayıcısı cümlələri və sözləri bağlayır. Xeyr, ilə bağlayıcısı cümlələri bağlamır, sözləri bağlayır. Ona görə bir yanlış. Qoşmalar cümlədə məzmunca müxtəlif mənalar ifadə edir. Bəli, zaman qoşması ola bilər, bənzətmə, məsafə, istiqamət və s. 2 doğrudur. 2-ni götürdük. Tabirlik bağlayıcıları həmcins sözləri bağlaya bilmir. Bəli, tabirlik bağlayıcıları tabeli mürəkkəb cümləni bağlayır. Əgər sən dərsə gəlməsən, görürsüz bu cümlənin davamı gəlməlidir. Mürəkkəb cümləni həm də tabeli mürəkkəb cümləni yaratdı. 3 də düzdür. Hərçənd bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərəfini bağlaya bilir. Xeyr, çünki hərçənd güzəşt bağlayıcısıdır və tabelidir. İndicə 3-cü bənddə biz dedik ki, tabellik bağlayıcısı tabeli mürəkkəb cümləni yaradır. Ona görə 4 yanlışdır. Aydınlaşdırma bağlayıcısından sonra vergül qoyulur, bu da yanlışdır. Çünki aydınlaşdırma bağlayıcısı məsələn yəni. Yənidən sonra vergül qoymuruq axı, deməli bu yanlış fikirdir. Ona görə 5-i də çıxartdıq və yaxud məsələn. Məsələndən sonra qoşa nöqtə qoyuruq. Mənim tələbələrim, məsələn, filan kəs, onda artıq məsələndən sonra qoşa nöqtə qoyulmalıdır. Desəydi tabeli aydınlaşdırma bağlayıcıları, bəli, o düz olardı. Ki, belə 2-dən sonra vergül olmalıdır. Deməli cavabımız olacaq 2 və 3. 90-cı suala da baxaq. 90-cı sualda qeyd olunub ki, səhv fikirləri seçin. Sən ki məni tanıyırsan axı, cümləsində tabelilik bağlayıcısı işlənib. Deməli baxaq. Burada ki var, ki-dən əvvəl bir dənə cümlə yoxdur, söz var. Ona görə biləcəm ki, deməli buradakı ki ədatdır. Məni tanıyırsan axı, burada həmçinin axı qüvvətləndirici ədatdır. Yəni burada bağlayıcı yoxdur. Bir səhv. Sonra üçün qoşması səbəb məqsəd məzmunu ifadə edir. Deməli, bəli, bax gecikdiyim üçün üzr istəyirəm. Nə səbəbə? İmtahandan keçmək üçün kursa gedirəm. Nə məqsədlə? Doğrudur. Hətta sözü həm ədat, həm bağlayıcı olur, bəli. Hətta sözü sadalama funksiyası olanda bağlayıcı olacaq. Tutaq ki, mən deyirəm, mən dəftərimi də, qələmimi də, hətta kompüterimi də gətirdim. Burada bağlayıcıdır, çünki sadalama var. Hətta filan şeyi də həll etmişəm, onda artıq ədat olacaq. Ona görə 3 düz. Məncə çalışsaydın, qazanmışdın.
Modal söz işlənib. Burada modal söz işlənməyib. Modal söz işlənsəydi məncədən sonra vergül olardı. Burada o deməkdir ki, yəni mən qədər çalışsaydın mənim kimi. Orada mən əvəzlikdir, cada qoşmadır. Ona görə 4-ü də götürdük. 5-də də yazıb ki, görəsən sözü feillə modal söz arasında amonimli əmələ gətirir. Deməli yadınızda saxlayın ki, görəsən sözü feillə modal söz arasında amonimlik gətirə bilməz. Çünki amonimlərin başlanğıc forması eyni olmalıdır. Bu söz feil kimi işlənəndə sözün özü gör olur. Yəni başlanğıc forması gör olur. Amma modal söz kimi olanda görəsən sözünün özüdür. Yəni amonimlik gətirmək üçün gərək onun başlanğıc forması eyni olardı. Başlanğıc forması eyni deyil deyə, deməli həmin sözləri amonim saymaq olmaz. Ona görə 5 də yanlışdır. Düzgün cavabımız olacaq 1, 4 və 5.